Sizə arıçı vidadinin 100% təbii və təmiz balını təklif edirik. Ekrandakı nömrə ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz. Çatdırılma pulsuzdur. Bizdən Sizə kanalında hər birinizi xoş gördük dəyərli izləyicilər. Bizi diqqətlə izləyin. Sizə Qarabağla bağlı doğru və faktlara əsaslanan ən son xəbərləri çatdırırıq. Bu videomuzda bunları biləcəksiniz. Paşinyan yenə şərt irəli sürdü və Naxçıvan dəhlizi ilə bağlı görün nələr dedi. Bunu da biləcəksiniz ki, Ermənistan Qarabağa yeni silahlı dəstələr göndərir. Bununla bağlı baş verən sensasiyalı hadisələrdən videomuzu sona qədər izlədikdə biləcəksiniz. Bundan da xəbəriniz olacaq ki, erməni terrorçuları Xocavəndə hücum edib. Dəyərli izləyicilərimiz, diqqətinizə çatdırmalı olduğumuz bir xəbər də var. Görün, erməni general Qarabağda necə yeni silahlı dəstələr yaradır. Beləliklə, daha ətraflı. Dəyərli izləyicilərimiz, sizə Qarabağla bağlı ən son doğru və faktlara əsaslanan məlumatları təqdim edirik. Hər gün yüklənən videolarımızdan anında xəbər tutmaq üçün kanalımıza abunə ola bilərsiniz. Videomuzu diqqətlə sona qədər izləyin. Ermənistan Baş naziri Nikol Paşinyan, Qarabağ münaqişəsi ilə bağlı noyabrın 10-da imzalanmış üçtərəfli razılaşmanın müddalarına toxunub. Modern Az Ermənistan kütləvi informasiya vasitələrinə istinadən xəbər verir ki, o, əsir və girovların tam dəyişdirilməli olduğunu deyib. Yerevan üçün ilk növbədə razılaşmanın 8-ci bəndi, əsir, girov və saxlanılan şəxslərin tam dəyişdirilməsi, həmçinin axtarış xilas etmə işlərinin genişləndirilməsi vacib önəm daşıyır. Paşinyan Naxçıvanla Azərbaycanın qalan əraziləri arasında nəqliyyat dəhlizinin açılması üçün şərt irəli sürüb və belə deyib. Bundan sonra nəqliyyat və iqtisadi kommunikasiyaların açılması, o cümlədən Ermənistandan Rusiya və İrana Azərbaycan ərazisi ilə yük daşımaları, Ermənistan ərazisindənsə Azərbaycandan Naxçıvana nəqliyyat kommunikasiyalarının açılmasını nəzərdə tutur. Üç tərəfli razılaşmada nə meyri, nə də dəhliz ifadəsi işlədilməyib. Paşinyan Ermənistandan Rusiya və Naxçıvandan Azərbaycanın qalan ərazilərinə marşrutun seçilməsinin ayrıca müzakirə mövzusu olduğunu əlavə edib. Görün, erməni general Qarabağda necə yeni silahlı dəstələr yaradır. Son günlər tanınmayan DGR-də yerli elitanın bütün nominal fiqurları işdən çıxıb. Bəzi mənbələrə görə onlar Qarabağdan qaçıb. Ona görə də Dağlıq Qarabağdakı separatçılar qaziləri vəzifələrə gətirməyə başlayıblar. Bu radikal qüvvələrin başında isə general Vitali Balasanyan dayanır. Balasanyan və onun yeni komandasının hədəfi Qarabağda yeni mobil bölmələr yaratmaq, separatçılara silah təchizatı üçün yeni kanallar təşkil etmək və yenidən müharibəni alovlandırmaqdır. Bu məqsədlə Balasanyan, Hadrut və Əsgəranda kiçik yerli eskalasiya mərkəzlərinin bərpasına başlayıb. Bu barədə Rusiyalı jurnalist Mikhail Borisov məlumat yayıb. Məlumatda daha sonra deyilir ki, qanunsuz qrupların fəaliyyətinin ən çox ehtimal olunan senarilərindən biri enerji və nəqliyyat şəbəkələrinə qarşı təxribatlardır. Bildiyimiz kimi, Dağlıq Qarabağın işğaldan azad edilməsi bölgədə yeni infrastruktur yaratmaq imkanları açdı. Bakı artıq bu istiqamətdə hərəkətə keçib. Baxmayaraq ki, radikal erməni siyasi qüvvələri hələ noyabr ayında nəinki Ermənistan ərazisində, hətta Dağlıq Qarabağda hər hansı bir kommunikasiyanın bərpasına və tikintisinə icazə verməyəcəklərini söyləmişdilər. Borisov daha sonra yazır. Son günlər Azərbaycan prezidenti İlham Əliyev Ermənistan ərazisindən keçməklə Azərbaycanla Türkiyə arasında nəqliyyat dəhlizinin və Dağlıq Qarabağda yeni infrastrukturun qurulacağına dair söylədiyi fikirlər Ermənistan və DGR-dəki radikal qüvvələrin qəzəbinə səbəb olub. Bu məqsədlə meşə qardaşlarının potensialından istifadə edərək Bakının planlarını pozmaq üçün Balasanyanın silahlı dəstələri davamlı şəkildə təxribatlar törədəcək. Əslində Balasanyan bunu gizlətmir, açıq şəkildə deyir. Bu isə Qarabağdakı sülhə əsaslı təhlükə yaradır. Dəyərli izləyicilərimiz, videomuzu diqqətlə sona qədər izləyin. Ermənistan Qarabağa yeni silahlı dəstələr göndərir. Qarabağdan Ermənistana gələn hərbiçilərin bəziləri ilə müqavilə imzalanacaq. Qalanlarınınki isə sadəcə ləğv ediləcək.
Bu haqda işğalçı ölkənin Mediaport Telegram kanalı xəbər verir. Məlumata görə Ermənistan ordusunun müqaviləli hərbi qulluqçularına əmək müqavilələrinin ləğvi barədə bildiriş göndərilib. Ermənistan Müdafiə Nazirliyi 8 yanvar tarixindən etibarən onlarla müqavilələrə xitam verdiyini və bu müqavilələrin yenilənməyəcəyini bildirərək müqaviləli hərbi qulluqçuları xəbərdar edib. Stat: Qarabağdan Ermənistana gələn hərbiçilərin bəziləri ilə müqavilə imzalanacaq. Qalan hərbiçilərin müqaviləsi isə sadəcə ləğv ediləcək. Buna əsasən Ermənistan ordusunda hərbiçilərin sayının azaldılacağını deyə bilərik. Xəbərdə belə deyilir. Ermənistan rəhbərliyi deyilmişdi ki, bundan sonra hərbi xidmətlərini Ermənistanda davam etdirəcəklər. Ancaq bu gün səhər onlara deyilib ki, bütün hallarda Qarabağa göndəriləcəklər. Əziz və dəyərli izləyicilərimiz, sizə sensasiyalı bir xəbərimiz də var. Erməni terrorçuları Xocavəndə hücum edib. Azərbaycan hərbiçilərinə qarşı təxribata hazırlaşan erməni silahlı terrorçuları məhv edilib. Bu barədə məlumatı araşdırmacı jurnalist Elçin Aloğlu yayıb. Məlumata görə Xocavənd rayonunun işğaldan azad edilən hissəsinə soxulmağa cəhd edən 6 nəfər erməni terrorçu məhv edilib. Hələlik rəsmi açıqlama verilməyib. Buna bənzər bir xəbəri də bugün Ermənistan kütləvi informasiya vasitələri yayıb. Ermənistan kütləvi informasiya vasitələrinin verdiyi xəbərə görə Xocavəndin Çaylaqqala kəndində 6 erməni cəsədi tapılıb. Dəyərli izləyicilərimiz, sizə Qarabağla bağlı ən son məlumatları təqdim etdik. Hər gün yüklənən videolarımızdan anında xəbər tutmaq üçün kanalımıza abunə ola bilərsiniz. Bu videomuzun da sonuna gəldik. Bizi izlədiyiniz üçün təşəkkürlər.